Bir neçə il bundan əvvəl elə belə bir aylar idi da gilas belə çıxmışdı. Yanaqları qırmızı, sarı gilas, nə bilim belə toppuş gilas, arıq gilas, elə belə deyim də, gəlirdi rayonlardan, bölgələrimizdən marketlərimizə yerləşdirilib satılırdı. Bazarlarda da var idi. Biz həmişə marketlərdən almışıq. Onda Fəzail müəllim, Ana Vətən Partiyasının rəhbəri, yaradıcısı, millət vəkilimiz olub, sabiq millət vəkili Fəzail Ağmalıoğlu dedi ki, gilas çox bahadır, pulum yoxdur almağa. Pulu yox idi Fəzail müəllimin gilas almağa. Onda ürəyim bir ağrıdı, ürəyim ağrıdı ki, sən böyük bir millət vəkili olasan, sənin gilas almağa pulun yoxdur. Bir neçə kənddən o cəsarətli, deyirik, kasıb mərd onları, bir çox kasıb kişilər var idi ki, onlar açıqlamalar verdi ki, biz Fəzail müəllimə gilas gətirmək istəyirik. Doğrudan da onun o söylədiklərinin də bir doğruluq olduğunu insanlar inandı və özlərini inandırdılar. Sonra bir neçə müddətdən, yaxın müddətdən sonra Fəzail müəllimin varı, dövləti, sərvəti, böyük bir siyahı açıqlandı. Dedim, Fəzail müəllim, yaman bizi aldatdın ha, biz sənə inandıq. İndi Fəzail müəllimin qızı millət vəkili deyir ki, uşaq pulu lazım deyil. Uşaq pulu verilsə, atalar işləməz, analar işləməz. Hörmətli Fəzail Ağamalının qızı, adınızı demirəm. O uşaq pulu nə qədər olacaq? Bəlkə 2000-3000 verəcəksiniz uşaq pulunu. Bu nə ifadədir işlədirsiniz? Ona görə deyirləri, toxun acdan xəbəri yoxdur. Siz heç vaxt bilməmsiniz ehtiyacına olan şeydir. Siz heç vaxt soyuducunuzu boş görməmsiniz. Siz heç vaxt ictimai nəqliyyat nədir? Avtobusda, yəni ictimai nəqliyyatla gedib gəlmək nədir? Nəyisə ucuz qiymətə endirimdə olanda belə növbə tutub almaq üçün növbədə dayanmamısınız. Siz bunları etməmsiniz. Çünki atanız o qədər var dövlət yığıb ki, o var dövlətin içində siz naz, nemət içərisində yaşamısınız. İndi deyirsiniz ki, uşaq pulu lazım deyil. Uşaqlarımıza o pul lazımdır. Uzağı 100 manat olacaq da, 1000 manat olmayacaq, 1500 olmayacaq, 2000 olmayacaq. Niyə bunu qıymırsınız? Azından söyləyin, deyin. Heç kim sizə demir ki, bizə uşaq pulu verin. Azından deyir, söz var, hov var adamı dağa aparar, hov var dağdan indirər. O hovunu edin də, qoy insanlar yaşamağa həvəslənsin. Ona görə heç kim doğmaq istəmir, heç kim dünyaya körpə gətirmək istəmir. Mənim atanıza aldığım gilas bir neçə müddət soyuducuda qaldı. Mən utandım, gətirib ona çatdırım ki, Fəzail müəllim, gilasın dadına baxın. O varı, dövlətin, sərvətin siyasını görəndən sonra dedim, Fəzail kişi, bizi yaman aldatdın. Xanım, biraz ürəkli olun, biraz humanist olun, biraz xeyirxah olun, biraz yox, daha çox sevginizi verməyə bacarın. Sevginizin içərisində bir məsuliyyət olsun.